Suraxanıda vətəndaşlarla növbəti səyyar qəbul keçirilib. Suraxanı rayon icra hakimiyyətinin başçısı Adil Əliyevin vətəndaşlarla növbəti səyyar görüşü avqustun 24-də Hövsan qəsəbəsində yerləşən 196 saylı tam orta ümumi təhsil məktəbində keçirilib. Səyyar görüşdə rayon icra hakimiyyətinin başçısının müavinləri, şöbə və sektor müdürləri, bələdiyyə sədri, dövlət orqanlarının, yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər. Səyyar qəbulda sakinlərin səsləndirdikləri istək və təkliflər dinlənilib. Qaldırılan məsələlərin məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı görüləcək tədbirlər müəyyənləşdirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək rayon ərazisində aparılan abadlıq quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib. Eyni zamanda Adil Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlarından söhbət açaraq bildirib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq arenada öz mövqeyini daha da gücləndirib. Ölkənin sosial-iqtisadi inkişafı və vətəndaşların rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. O qeyd edib ki, ölkə daxilində də geniş miqyaslı sosial-iqtisadi islahatlar, infrastruktur layihələri, abadlıq quruculuq işləri və əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edən dövlət proqramları uğurla icra olunur.